O xidmət düşüncə tərzini təmin etmək üçün yeni olan araşdırmalardan birində 3 prinsip irəli sürürlər. Və bu prinsiplərin ardınca da tətbiqləri bizə təklif edirlər. Birincisi distributive justice-dir. Hansı ki, bir xidməti çatdırdığımız zaman bizim göstərdiyimiz ədalət. Çalışıram ki, misalları universitet çərçivəsindən verim ki, biraz daha anlaşılan olsun. Qiymətləndirmə zamanı hər tələbəni eyni şəkildə qiymətləndirmək. Misal üçün, bəzən olur ki, hətta bu psixoloji bir tendensiyadır ki, əgər müəllim bir tələbənin, deyək ki, gözünə qaşına vurulubsa, ona xoş təsir bağışlayırsa, o qiymətləndirmə zamanı bəzən orada o kiçik yanlışlığa yol verə bilir. Və yaxud deyək ki, səninlə bir tələbə arasında qərəzli hal, münasibət baş verib, ona biraz qərəzli yanaşa bilirsən. Procedural justice dediyimizsə, bunun üçün bir misal verməli olsaq, biz imtahan yoxlaması zamanı qarşımızda bir qiymətləndirmə meyarı olur, deyilmi? O qiymətləndirmə meyarlarını hər kəs üçün eyni şəkildə tətbiq etməyi bu ikinci hala misal verə bilərik. Üçüncüsü interactional, hansı ki, insanlarla münasibət qururuq, istər tələbələrlə, inzibati heyətlə və ya müəllimlərlə. Onlarla münasibət zamanı izləməli olduğumuz ədalət anlayışından, prinsipindən söhbət gedir. Xadimə ilə başqa cür rəftar edib və yaxud mühafizə işçisindən, müəllimlə fərqli rəftar edə bilməzsən. Sənin o tutduğun üslub, necə ki rəhbərləndirsə, burada xidmət göstərən bütün insanlarla eyni olmalıdır. Hər birimizə bunlar sadə gələ bilər. Amma mən sizi əmin edirəm ki, tətbiqdə əgər özünüzü mühakimə etsəniz, orada nə qədər boşluq verdiyinizin fərqinə vararsınız.